ağa Fəxri Tehrani daşınır fikrindən. Daşınır fikrindən gəlir, əsən ağanın müridlərindən olur, bəzən başqa da əhli mərifətdən yavaş-yavaş istifadələr eləyir, çox böyük məqam salır. Əsən düşür bu yola. Düşür bu yola. Allah tərəfindən, Allah belə paxıl deyil ki, hər kim istəsə qəbul eləmək, Allaha tərəf getsin, Allah verir, Allah verir. Yəni ixtiyarı da özümüzdən asılıdır. Baxmayaraq ki, indiki zamanda bayaq dediyimiz kimi dünyanın mənəviyyat cəhətindən çox zülmətdir dünya, mənəvi cəhətdən. Amma ixtiyaridir. İxtiyaridir. İnsan öz ixtiyarıyla mümkündür bəzi əməlləri eləsin ki, Allahın xas hidayəti insanın halına şamil olsun. Bu zaman keçir, bu ağa o qədər İslamda pişir, o qədər və bir anası varmış, qoca anası varmış, ona baxır İslamın göstərişinə görə. İslamın göstərişinə görə. Zaman keçir, mərhum Ayətullahül Uzma Seyyid Bəhaəddin ağa ki, böyük ariflərdən olubdur. O həccə səfər gedibmiş, həccə. Həcc səfərinə gedibmiş. Həccdən qayıdandan sonra böyük şəxsiyyətlər həmişə ziyarətinə gələrlər də, dostanı gəlsən gələr, amma böyük alimlərin ziyarətinə hamı gələrmişlər. Digər böyük alimlər də gələrmişlər ziyarətinə. Ayətullah Behçət ağa kimi, İmam Xamni ağa kimi onun evinə gəliblər, ziyarət ediblər və dəfələrlə o ağa özü İmam Zamanla görüşməyə, yəni baş veribdi. Və bu Seyyid Bəhaəddin ağa bir dəfə həccdən qayıdandan sonra hamı gəlir ağanın ziyarətinə, bəzi alimlər. Ağa Fəxri Tehrani də artıq bir mərifət əhli kimi həyat dəyişib də, diqqət edirsiniz. İnsan necə dəyişər? İnsan necə dəyişər? O cür öz əməli, öz ixtiyarı, öz iradəsinin sayəsində. Gəlir bu ağanın görüşünə, həccdən gəlib də, görüşünə gəlir. Bundan biraz əyləşirlər, getmək istəyəndə ağa Bəhaəddin ağa işarə edir ki, sən əyləş, işin var səndən. İşin var səndən. O da əyləşir. Zahirən başqa da mərifət əhlindən, yəni ikisi tək qalmırlar, başqa adamlar da yanlarında olur. Cəmaat o ətraf adamlar, avam cəmaat, biraz qıraq adamlar da o mənəviyyata, o sirlərə naməhrəm olan insanlar. Möminlərin də təbəqələri müxtəlifdir. Möminlərin də təbəqələri müxtəlifdir. Görürsən ki, mömindir, namaz qılandır, amma mümkündür bəzi imanın mərtəbələri var ki, ona nisbətdə naməhrəm olsun. O hədisdə var ki, deyir, Əbu Zər əgər Salmanın qəlbində olanı bilsə, deyir, ləqətələhu, onu öldürər. Yəni bunu sanki tohidlə bir uyğunsuz bilər bunu. O qədər yəni. Halbuki ikisinin də barəsində buyurublar ki, minna əhləl beyt, biz əhli beytdən. Amma dərəcələri çox fərqlidir. Bunun bəzi alimlər də ləqətələhu, onu öldürəni belə məna edirlər ki, Əbu Zər Salmanı öldürməz. Əbu Zər əgər Salmanın sinəsində olanı bilsə, təhəmmül eləyəməz, ona dözə bilməz. Salmanın sinəsindəki o məlumatı əgər ona bilsə, o Əbu Zəri öldürər. Əbu Zərin ürəyi partlayar ölər. Salmanın sinəsindəki onu öldürər. Bəziləri bu cürmən. Dolayısıyla o ki, ətraf naməhrəm adamlar dağılandan sonra Ayətullah Uzma Seyyid Bəhaəddin ağa üzünü tutur, ağa Fəxri Tehrani ki, deyir, ağa sən nə iş görmüsən ki, belə İmam Zaman səni bu qədər tərif eləyirdi. Səni bu qədər tərif eləyirdi. Buyurdu ki, Ərəfə günündə Seyyid Bəhaəddin ağa buyurdu. Ərəfə günündə Ərəfatda biz İmam Zamanın xeyməsində idik. Xas adamlar. Bir neçə adamdan çox razılıq edirdi. Biri də dedi ki, mən ağa Fəxri Tehranidən çox-çox razıyam. Çox-çox razıyam. Diqqət edirsiniz? Çox-çox razıyam. İnsan hardan hara gəlib çatar öz əməl ixtiyarı. Ondan sonra buyururmuş ki, ağa Fəxri Tehrani ki, deyir, valla mən çox da xas bir iş görməmişəm. Olsa o anama xidmətin nəticəsi. O anama xidmətdən İmam Zaman məndən razıdır. O cürdən.